بسم الله الرحمن الرحيم إن الحمد لله نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له أشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن محمدا عبده ورسوله رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقه قولي أما بعد. Allah Teala Zariyat suresi 55. ayette buyurur ki: "Vezekkir fe inne zikra tenfa'ul mu'minin." Hatırlat, hakikaten hatırlatmak mümine fayda verir. Allah Teala Kur'an-ı Kerim'de başka bir ayette buyurur ki: "Yevme la yenfa'u malun ve la benun illa men etallaha bi kalbin selim." O gün, yani kıyamet günü, ne mal ne de ki evlat, oğul, uşaq hiçbir fayda vermez. Ancak insana kıyamet günü fayda verecek şey salamat bir qəlblə gəlməsidir. Ona göre insanın qəlbinin salamat olması çok mühümdür. İnsanın bədəni necə xəstələnirsə və həmçində insanın qəlbi də o şəkildə xəstələnir. İnsanın bədəninə hansı xəstəliklər üz verir, insanın qəlbinə də o xəstəliklər üz verir. Bəzi insanlar qəlbindəki xəstəliklərə heç önəm vermirlər. Ancaq bədənindəki xəstəlikləri təmizləmək üçün, onların sağalması üçün nə qədər səy göstərir, əziyyət çəkirlər və mal sərf edirlər. Düzdür, insanın zahiri, bədəninin xəstələnməsi də təbii və onun müalicəsi də mühümdür. Ancaq daha mühüm olan insanın qəlbinin müalicəsidir. Çünki qəlb salamat olarsa, insanın həm dünyası və həmçinin də axirəti salamat olar. Ona görə qəlb məsələsi mühüm məsələdir ki, insanın nəzər yetirməsi mühüm olan bir məsələlərdəndir. Deməli, 5 məsələ var ki, əgər qəlbdə bu xəstəliklər, qəlbdə bu əməllər varsa, o qəlb heç vaxtı salamat bir qəlb ola bilməz. Əgər bu saydığımız, daha doğrusu sayacaq olacağımız bu şey qəlbdə varsa, o qəlb heç vaxtı salamat bir qəlb ola bilməz. Birincisi, insanın qəlbində şirk varsa, hansı ki bu şirk orada olan tövhidi məhv edir. İnsanın qəlbində tövhidi məhv edəcək şirk varsa, o qəlb salamat ola bilməz. Və ikincisi odur ki, insanın qəlbində Peyğəmbər sallallahu aleyhi və səlləmin gətirdiyi şəriətə müxalif olan əməllər, yəni bidətlər varsa, əgər bir qəlbdə şirk və həmçində bidət varsa, o qəlbin salamat olması çətindir. Və sonra üçüncüsü gəlir ki, insanın Allahın əmirlərinə meyil qoymaması və o əmirlərə əməl etməyə mane olacaq şəhvətin olmasıdır. Dördüncüsü gəlir ki, insanı Allahın zikrindən uzaqlaşdıracaq qəflətin olmasıdır. Və beşincisi də gəlir ki, insanın öz havasına, yəni öz nəfsi ilə əməl etməsi, ona uymasıdır. Deməli, bu 5 şey, deməli, birincisi şirk, bidət, şəhvət, qəflət və həmçində insanın öz havasına uyması. Əgər bu 5 xəstəlik, bu 5 xislət qəlbdə varsa, Allah qorusun, o qəlb salamat qəlb ola bilməz. Və insanın bu bəlalardan, bu müsibətlərdən ən yaxın, ən tez bir şəkildə qurtarması lazımdır.
Və insanın da bu müsibətlərdən ən gözəl qurtarma şəkli Şeyx İbn Qayyim rahimehullah'ın gətirdiyi kimi insanın dua etməsidir. Ən çox da bu məsələdə insana fayda verəcək dualardan biri də İhdinas-sıratal müstəqim bu duadır. Bu dua Fatihə surəsində keçir. Allah Teala bu duanı etməyə bizə əmr etmişdir. Fikir versəz, gündə 17 rəkat namaz qılınır və hər rəkatında da Fatihə surəsi oxunması vacibdir və bu da Fatihə surəsinin bir ayəsidir. Əgər insan bilərəkdən və yaxud da bilmədən bu ayəni tərk edərsə və sonra xatırlayarsa və hansı rəkatda oxumayıbsa, o rəkatı təzəldən qaytarması vacibdir. Çünki Fatihə surəsi ruknun min ərkanis-salah, namazın rükunlarından biridir. Və həmçinin də Fatihə surəsindən bir ayə oxunmasa, Fatihə surəsi düzgün olmur və rükun tam olaraq yerinə yetirilmiş sayılmır və buna görə həmənki rükun, həmənki rəkat təzəldən qaytarılmalıdır. Ki və dua nə qədər mühüm bir duadır ki, Allah-u Teala bizə bu duanı etməyi əmr edir. Ki və namaz əmr olunur və namazda Fatihə və Fatihənin içində bu ayə var. Bu da dəlildir ki, Allah-u Teala bizə bu duanı etməyi əmr edir. Nə üçün? Çünki insan oğlunun salamat qalması üçün, düz yolda sabit qalması üçün bu duaya ehtiyacı var. Çünki bu dua o qədər şeyləri özündə əhatə edir ki, insan düşündüyü zaman, fikirləşdiyi zaman dəhşətə gəlir. Bu dua insanın həm dünya və həm də axirət xoşbəxtliyinə çatması üçün bir səbəbdir. Bu duanın əhatə etdiyi şeylərdən biri elmdir. İkincisi iradədir, cəsarətdir. Və üçüncüsü əməl etməsidir. Və dördüncüsü bir şeyi tərk etməsidir. Bunları açıqlasaq, nə deməkdir ki, insan Sırat-ı müstəqim deyir ki, dua edir ki, İhdinas sırat-ı müstəqim. Nə deməkdir? İhdina bizi yönəlt, sırat yol deməkdir, müstəqim düz yol deməkdir. Yəni dua edir ki, Allahım bizi düzgün yola yönəlt. Deməli, bir insanın düzgün yola yönəlməsi deyildiyi zaman bir əməl barəsində o insanın elmi olmasıdır. Bir insanın elmi olmasıdır. Əgər bir insan bir şey barəsində elmi yoxdursa, ona necə əməl edə bilər? Əgər bir insanın bir şey barəsində elmi yoxdursa, ona necə əməl edə bilər? Deməli, ilk növbədə insanın sırat-ı müstəqim, düzgün yolda olması deyildiyi zaman, onun düzgün yolda olması birinci nədir? Elmdən başlayır. Və sonra gəlir ki, insanın düzgün yolda olması, bir şeyi bilməsi, elmli olması, onun düzgün yolda olması demək deyil. Məsələn, Yahudilər, onlar çox məsələlər barəsində elmi var. Amma düzgün yoldadırlarmı? Xeyr. Və insanın düzgün yolda olması demək onun nədir? Yəni bir şeyi bilməsi düzgün yolda olması deyil. Ta ki ona əməl etmədikcə. İnsan elə bil ki, bir növ İhdinas sıratal müstəqim deməklə Allahdan elm istəyir. Allahdan elm istəyir. Və sonra insan İhdinas sıratal müstəqim deməklə Allahdan o əmələ müvəffəq etməsi üçün yardım istəyir. Çünki bəzən insan bilir. Məsələn, bilir ki, Allah Teala 5 vaxt namazı vacib etmişdir. Ancaq o namazları əda etmək üçün cəsarət tapa bacarmır. Zəiflik çəkir, zəiflik göstərir. İradəsi zəifdir.
Güc toplaya bacarmır. Fikir ver, müvəffəq ola bacarmır. Və həmçinin insan bu duanı etməklə, ehdinas sıratal müstəqim duasını etməklə bir növ Rəbbinə dua edərək deyir ki, Allahım, mənə bu əməli etməyə müvəffəq elə. Fikir ver. Allahdan dua edərək mənə bu əməli etməyə müvəffəq etməsini istəyir. Və yaxşı, deməli insan bildi. Və sonra insanın o əməli etməyə müvəffəqiyyəti oldu. Allahın yardımı ilə. Bu ilə düzəlirmi? Düzəlmir. Və sonra həmən ki əməlin qəbul olması üçün ixlasa ehtiyac var. Ki, və həmçində insan ehdinas sıratal müstəqim deməklə Rəbbindən onun etdiyi o əməldə ona ixlas verməsini istəyir. Fikir ver. Bunlar hamısı o duanın içərisində cəm olur. Biz bilmirik. İhdinas sıratal müstəqim. Yəni insan əgər bilsə ki, şeyx gətirir ki, bu da Şeyx İbn Qayyim rahimehullah gətirir ki, yəni bu duaya çox diqqət yetirilməli. Hətta avam insanlara nəsihət, tövsiyə olunmalıdır ki, bu duanı etsinlər. Çünki bu duanın altında o qədər şeylər, o qədər xəzinələr gizlənib ki, belə açılmasa insan başa düşə bilmir. Məsələn, onlar çox vardır ki, mən nə dua edim, edəcək dua tapa bilmirəm. Və onlara deyilir ki, ihdinas sıratal müstəqim, bu duanı çoxalt. İhdinas sıratal müstəqim özündə çox xeyirləri, xəzinələri özündə cəm edən bir duadır. Və həmçinin insan fikir ver elmi oldu. Və həmçinin bu əməli etmək üçün müvəffəq oldu. Və sonra Allah-u Teala ona ixlas nəsib etdi. Yenə də əməlin qəbul olması üçün kifayət eləmir. Peyğəmbər sallallahu aleyhi və səlləmə olan tabiçilik lazımdır. Yəni insan bu dua ilə, ihdinas sıratal müstəqim duası ilə elə bir ki, Rəbbinə dua edir ki, ey Rəbbim, mənə ixlas nəsib et və həmçinin də Peyğəmbər sallallahu aleyhi və səlləmə tabiçilik nəsib elə. Subhanallah, gör nə qədər gözəl və hər şeyi əhatə edən bir duadır. Və insana ihdinas sıratal müstəqim sözü, duası təkcə dünyada yox və həmçinin də ahirətdə faydası vardır. Ahirətdə faydası vardır. Allah-u Teala Quran-ı Kərimdə Ən'am surəsi 153-cü ayədə buyurur ki: "Və enne hâzâ sırâtî müstakîmen fettebi'ûhu və lâ tettebi'us-subule." Alta buyurur ki, həqiqətən bu mənim düzgün yolumdur, ona tabi olun və digər yollara tabi olmayın. Digər yollara tabi olmayın. Yəni sıratal müstəqim Allahın haqq yoludur. Və həmçinin bu dua içərisində ahirəti də cəm edir. Nə deməkdir? Ahirəti cəm edir dedikdə insanın sırat üzərindən keçərək cənnətə getməsi var. Yəni sırat elə bir yerdir ki, cənnətə başqa bir yol yoxdur. Ancaq sıratın üzərindəndir. Cənnətə olan yol ancaq sırat körpüsünün üzərindəndir. Peyğəmbər sallallahu aleyhi və səlləm səhih hədislərin birində buyurur ki, bir məna olaraq insanların halı sırat üzərində müxtəlifdir. Necə ki onların halı dünyada müxtəlif olduğu kimi. Yəni dünyada insanın halı iman baxımından və həmçinin əməl baxımından müxtəlif olduğu kimi onların da sırat üzərindən keçənlərin də halı müxtəlifdir. Onların bəziləri sırat üzərindən ildırım sürəti ilə keçər. Və bəziləri sürətli qaçan at sürəti ilə keçər. Və bəziləri dəvə gəzişi ilə keçər. Və bəziləri insan gəzişi ilə, insan gəzişi sürəti ilə keçər. Və bəziləri də Allah qorusun sürünərək keçər. Yəni onların halı, sırat üzərində olan halı dünyadakı halları ilə eynidir. Ona görə insan ahirətdəki halını bilmək istəyirsə, dünyadakı halına baxsın.
Və həmçinin də insanın hədisdə gəldiyi kimi sıratdan öncə insanlar zülmətdə olacaqlar. Zülmətdə olacaqlar. Onlar sıratı tapmaq üçün nura ehtiyacı olacaq. Onlar gəzmək üçün düzgün yolu, qiyamət günü düzgün yolu tapmaq üçün nura ehtiyacı olacaq. Və bəzisinin nuru dağlar qədər, dağ qədər olacaqdır. Və bəzilərinin də nuru, Allah qorusun, ayaq barmaqlarının ucuna qədər, ucunu göstərəcəkdir. Yəni başqa bir yeri görə bacarmayacaqlar. Və bəzən də onların nuru sönəcək və nurları söndüyü zaman onlar yerlərində durub qalacaqlar. Və nurları yandığı zaman onlar yenə addım atacaqlar, yol axtaracaqlar. Allah Teala qiyamət günü buyurur ki: يَوْمَ يَقُولُ الْمُنَافِقُونَ وَالْمُنَافِقَاتُ لِلَّذ۪ينَ آمَنُوا انظُرُونَا نَقْتَبِسْ مِنْ نُورِكُمْ. O gün münafik kişiler ve münafik kadınlar iman getirenlere diyecekler: bizi gözleyin ki sizin nurunuzdan bir az alak. Sizin nurunuzdan bir az alak. Çünkü kıyamet günü müminlerin, ibadet ve itaat ehlinin nuru çok olacaktır. Necə ki hədisdə gəldiyi qədər onlara dağlar qədər nur verilecek. Ve bu nur sebebiyle onlar qiyamət günü insanların zülmətə qərq olduğu bir zamanda onlar düzgün yolu tapacaklar. Ve həmçində sırat üzərində güclü yıldırım sürəti ilə keçənlərdən olacaqlar. Bunlar hamısı nədir? Hamısı insanın əməlinə, imanına və əməlinə görə əldə etdiyi Rəbbi tərəfindən olan bir mükafatdır. Yəni ona görə bu dua həqiqətən çox ehtiyac olunan bir duadır. Bu duaya həqiqətən hər bir şəxsin ehtiyacı vardır. Və həmçinin qiyamət günü Peyğəmbər sallallahu aleyhi və səlləmə olan tabeçilik, yəni dünyada olan tabeçilik Peyğəmbərimiz sallallahu aleyhi və səlləmin havuzundan su içməyə səbəb olacaq. Yəni o gün heç bir kölgənin olmadığı bir gündə ancaq Allahın arşının kölgəsi olacaq və günəş insanlara yaxınlaşacaq. Bəzi insanlar topuğa, dizə, qarına, bəziləri də boğaza qədər, bəziləri də yuxarı qədər Allah qorusun tərin içində olacaq. Və o günü Allah-u Teala Peyğəmbər sallallahu aleyhi və səlləmə havuz verəcək. O havuzdan müminlər su içəcək. Peyğəmbər sallallahu aleyhi və səlləmə tabi olanlar su içəcəklər. O havuzun genişliyi, məsahəsi bir atlının bir ay müddətini gedəcəyi vaxt qədərdir. Və onun ətrafındakı qədəhlərin sayı isə göydəki ulduzların sayı qədərdir. Allahdan istəyir ki, Allah-u Teala bizə o havuzdan su içməyi nəsib etsin. Və deyilir ki, həmən ki havuzun suyu Peyğəmbər sallallahu aleyhi və səlləmə verilən, cənnətdə verilən Kəvsər bulağının suyudur. Yenə düzünü Allah bilir. Nə qədər səhih olub olmaması barəsində bilmirəm. Ancaq Peyğəmbər sallallahu aleyhi və səlləmə qiyamət günü havuzun verilməsi səhih olan hədislərdəndir. Və fikir versəz, bu dua deməli başdan nə gəldi ki, 5 xislət var ki, 5 xüsusiyyət var ki, əlamət var ki, bu əlamətlər qəlbdə olarsa, o qəlb heç vaxtı salamat ola bacarmaz. Deməli, hansılar idi? Yəni, şirk və ondan sonra bidət və ondan sonra şəhvət və ondan sonra qəflət və bir də 5-incisi insanın öz havasına uyması. İnsan bu duanı etməklə İhdinəs sıratal müstəqim, Allahın izni ilə bu adı keçilən, bu insanın qəlbinə musallat olan, insanın qəlbinə baş vermiş bu xəstəliklərdən, bu əlamətlərdən uzaqlaşa bilər, onlardan qurtula bilər. Deməli, bizim üzərimizə düşən odur ki, bu duanı çoxaltmaq. Hər an, hər yerdə bu duanı çoxaltmaq. Allahdan istəyirik ki, Allah-u Teala bizi öz yolu üzərində, sırat-ı müstəqim üzərində, düzgün yolu üzərində sabit etsin. Allahdan istəyirik ki, Allah-u Teala bizi irəlilədikdən sonra geriləməkdən və hidayətə gəldikdən sonra
azmaqdan qorusun. Amin. Və Peyğəmbər sallallahu aleyhi və səlləmin Rəbbindən istədiyi kimi biz də Rəbbimizdən lisanən sadiq, düz danışan dil və qəlbən səlimən və salamat bir qəlb istəyirik. Allahdan istəyirik ki, Allah-u Teala bizə verdiyi bu nuru həm dünyada və həm də axirətdə artırsın. Allahdan istəyirik ki, Allah-u Teala bizi, evladlarımızı, valideynlərimizi, yoldaşlarımızı, bacı qardaşlarımızı öz yolu üzərində sabit etsin və bizi müsəlman olaraq bu dünyadan köçməyə nəsib etsin. Allahümmə əmin. Subhanəkə Allahümmə və bihamdik. Nəşhədu ən la illə ənt. Nəstəğfirukə və nətubu iləyik. Selamun aleykum və rəhmətullahi və bərəkatuhu.